neçə dəqiqədən sonra mənim belə lampoçkalarım yanmağa başladı ki, həqiqətən də mən real həyatımda da Dedim da dağıdırdım da oranı da. Sonra başa düşdüm ki, əslində bu mənə görə beləymiş. Əslində bu oyuna başlayanda məqsəd nə idi anlamırdım. Bu sanki məndə kimsə bir ayna tutdu. Həmin o aynadan özümü gördüm. O elə bil ki, o etiraz edirəm deyəndə məndə də başqa bir şey yanırdı. Çıxmışdım stulun üstünə. Gördüm ki, burada adam dəvət edən yoxdur, özün atılmalısan oyuna. Orada mən anladım ki, ya bu idarə etməklə olmur yəni. Başqalarını idarə edən adamların özləri nə durumdadır? Mənim üçün çox əhəmiyyətlidir. Mən ona iradla qayıtdım ki, yəni sən gözləyirsən ki, hamı sussun, sonra danışasan. Belə olmayacaq, susmayacaq. Çarx oyunu elə bir mühit yaradır ki, həyatda necəsən, orada da eləsən. Yəni bu qısa bir müddət ərzində bir insanın özünü görməyi və o görməyi qəbul etməyi, həzm etməyi həqiqətən də böyük bir yaxşı mənə ürək tələb edir. Əvvəl mən nəfər hansı addımlar atırdım, indi hansı addımlar atıram, tam fərqli insanların addımlarıdır. Bəzən olur ki, rəhbər və yaxud hər hansı bir əməkdaş verdiyi reaksiya sənin həyata baxışı və rolunu dəyişdirir. Həyatda bəlkə bir 5 ildə başına gələcək bir təcrübəni orada 5 saatın içində qazanırsan da. Çarx oyunu insanın belə deyim də, həm potensialın, həm də ki, qüsurların üzə çıxardır. Öyrəndiklərimi çalışım komandalı tətbiq edeyim. mənə görə çarx güzgüdən ibarət labirintdir. Yəni güzgü effekti kimi görürəm. Məndən ötürü bu oyun bir özünü görmə platformasıdır. Yatır durandan sonra görür ki, yox, deyəsən axı mən hələ beləyəm. Çünki oyun bizim əsl simamızı ortaya qoyur deyə. Yeni insanlarla biz yaxınlaşa bilirik. Komandanı daha rahat görə bilirsən, prosesləri daha rahat izləyə bilirsən. İşçilər mənə onu deyə bilmir. Çarx oyunu çox qısa bir zamanda səni və ətraf mühiti sənə tanıtdırır. Əslində bu oyun deyil, bizim gündəlik həyatda yaşadığımız, amma əslində görə bilmədiyimiz bir şeylərdir. Həyatda biz əvvəldən heç nə deyilmir axı. Əvvəlki rəftarda müştəri ilə dalaşa bilər. Əgər rəhbər heyətdirsə işçilərin idarə olunmasında, əgər işçidirsə rəhbəri ilə davranışlarında və gələcək münasibətlərində çox dərin dəyişim yaşaya bilər. Bu hətta oyun da deyil, həyatın bir prosesidir.